Yumurtalıq kistası məfhumu ilə tez-tez rastlaşırıq. Çünki bəzi qızcığazlar doğulanda artıq kista ilə doğmuş olur və menopauza sonrası xanımlarda da yumurtalıq törəmələri şəklində qarşımıza çıxır. Reproduktiv xanımlarda bizim diqqətimizi sadə folikulyar kistlər çox cəlb edir. Çünki say olaraq tez-tez rastlaşırıq. Nazik kapsulalı, şəffaf möhtəviyyatlı bir törəmələrdir ki, adətən bunlar öz-özünə növbəti ay başdan sonra çəkilib gedirlər. Digər kistlər isə endometrioz kistləridir ki, hansı ki gənc xanımlarda hər aybaşı dövründə ağrı ilə müşayiət olunur və qatı qan olduğu üçün içərisində biz buna şokolad kistası deyirlər. Bunların təəssüf ki, təbii yolla müalicəsi yoxdur, ancaq cərrahi yollandır. Ölçüsü 6 sm aşarsa və kəskin ağrı ilə müşahidə olunarsa. Menopoz dövründə olan xanımlarda isə daha çox biz onkoloji proseslərinə rastlaşdırmaq üçün bu xanımlar diqqət mərkəzində olmalıdır, risk qrupuna daxil olurlar və biz onları xüsusi onkomarkerlərdən keçiririk və nəticəyə varmış oluruq.